Mənim adım Ləmandır. Elnurla tanış olanda 26 yaşım var idi. İsmayıllıda rəfiqəmin toyunda tanış olmuşduq. O çox sakit, ağır təbiətli biri kimi görsənirdi. Bizim ailələrdə deyildiyi kimi yaxşı ailə tərbiyəsi görmüş birinə oxşuyurdu. Toyda bir anlığa göz-gözə gəldik. Ürəyim bərk döyünməyə başladı. Niyəsini bilmirdim. Amma onun baxışlarında mənə tanış olan bir güvən hissi var idi. Elnur mənə özümü dünyanın ən dəyərli adamı kimi hiss elətdirirdi. Yavaş-yavaş ona aşiq oldum. Bir gün parkda gəzəndə Elnur dayandı. Əllərimi tutdu və həyəcanla dedi: "Ləman, sən mənim hüzurumsan. Ömrümü sənnən keçirmək istəyirəm. Məndən evlənərsən?" Gözlərim doldu. "Hə," deyə pıçıldadım. 1-2 aydan sonra balaca, amma çox səmimi bir toyumuz oldu. Sadə ağ gəlinlik geyinmişdim. İnanırdım ki, həyatımız həmişə belə xoşbəxt olacaq. Amma evliliyimizin ilk aylarında hər şeyin rəngi dəyişməyə başladı. Elnurun anası Məleykə xanım bizə çox yaxın qalırdı. Əsl problem onun bizə gəlməyi deyil, gələndə özünü evin sahibi kimi aparmağı idi. Mətbəximə girib qazanların yerini dəyişir, aldığımız hər şeyi tənqid eləyir. Elnura isə hələ də 5 yaşlı uşaq kimi davranırdı. Bir gün dözməyib Elnura ürəyimi açdım. "Elnur, mən özümü çox tənha hiss eləyirəm. Anan hər işimizə qarışır, sən isə məndən uzaqlaşırsan." Elnur isə sadəcə köks ötürdü. "Ləman, sən çox şişirdirsən. O sadəcə bizə kömək eləmək istəyir." Mübahisələrimiz artdı. Evimizə sükut çökdü. Artıq ayrılmağı düşünürdüm. Amma həmin günlərdə özümü pis hiss eləməyə başladım. Test elədim və nəticəni görəndə göz yaşlarımı saxlaya bilmədim. Hamilə idim. İçimdə təzə bir can böyüyürdü. Bu körpə mənim son ümidimdir, deyib qalmağa qərar verdim. Həmin axşam vəziyyəti yumşaltmaq üçün Elnurla danışmaq istədim. Süfrə hazırladım. Amma evə Elnur deyil, yenə Məleykə xanım öz açarı ilə açıb girdi. Stola baxıb, "Oğlumun pulunu belə boş-boş şeylərə xərcləyirsən," dedi. Mən isə daha sakit qala bilmədim. "Mən hamiləyəm, ailəmiz üçün nəsə eləməyə çalışıram," dedim. Məleykə xanım birdən qışqırmağa başladı. "Yalan deyirsən, bu uşaq mənim oğlumdan deyil." Nə baş verdiyini anlamadan mənə bərk bir şillə vurdu. Üzüm yanırdı, ağlamağa başladım. Elə o an Elnur içəri girdi. "Nə baş verir burada?" deyə soruşdu. Mən titrəyən səslə "Anan məni vurdu," dedim. Elnur anasına baxdı. "Düzdür, Ləmanı vurdun." Anası qürurla "Hə, vurdum, o yalan danışır," dedi. Elnur bir müddət duruxdu, sonra mənə tərəf döndü. Gözlərində həm ağrı, həm də qətiyyət var idi. "Mən yoldaşıma inanıram. Bu mənim evimdir, o da mənim xanımımdır," dedi. Anası qışqırdı. "Əgər onu seçsən, mənim belə oğlum yoxdur." Elnurun səsi titrəsə də cavabı qəti oldu. "Onda mən də sənin oğlun deyiləm." Hamiləliyimin qalan ayları nağıl kimi keçmədi. Məleykə xanım qohum-əqrəbaya məni pisləyirdi. Elnur isə 2 od arasında qalmışdı. Amma bir şeyi dəyişmişdik, qapının kilidini. Artıq heç kim evimizə öz evi kimi girə bilməzdi. Elnur hər həftə sonu anasına təkbaş çəkir. Ona lazım olan ərzağı aparır. Amma məni və körpəni o gərginliyə qatmırdı. Oğlumuz doğulanda Məleykə xanım xəstəxanaya gəldi. Aramızda hələ də o şillənin soyuqluğu var idi. O oğluma baxıb ağladı. Bəlkə də elədiklərindən peşman idi. Bəlkə də sadəcə nəvə həsrəti onu yumşaltmışdı. Mən ona sadəcə bir şey dedim. "Siz mənim övladımın nənəsisiz, buna hörmət eləyirəm. Amma mənim evimin xanımı mənəm. Əgər bir də hörmətsizlik olsa, bu qapılar bir daha açılmayacaq." İndi aradan 2 il keçib. Məleykə xanımla rəfiqə olmamışıq. Heç vaxt olmayacaq. Amma o artıq zəng eləməmiş gəlmir. Mənim mətbəximə qarışmır. Elnur isə artıq anasının hər sözünə hə deyən o uşaq deyil. Həyatımız ideal deyil. Bəzən yenə söz-söhbət olur. Amma mən öyrəndim ki, xoşbəxtlik kiminsə dəyişməsini gözləmək deyil. Öz hüzurun üçün sərhəd qoymağı bacarmaqdır. Ləman öz ayaqları üzərində durmağı və sərhəd qoymağı bacardı. Sizcə, Azərbaycan ailələrində bu cür problemləri həll etməyin ən yaxşı yolu nədir? Sərhədləri dərhal qoymaq, səbirlə gözləmək, böyükləri vasitəçi salmaq, fikrini rəy bölməsində yazmağı və
Hər Şeyşünas kanalımıza abunə olmağı unutma.